valideynlik hüququndan məhrum olunur. Hətta. Bəli. Hər bir uşağın bir fantaziyası var. Bəzən olur, müasir uşaqlar, maşallah olsun, hər şeydən xəbərdardırlar. Və bilirlər ki, bir qaynar xətt var ki, qaynar hətta ayda olan əlaqə nömrəsi var ki, həmin nömrəyə zəng eləsələr, dərhal zəng ilə bağlı hansısa bir işlər görüləcək. Ola bilir ki, uşağın o fantaziyasına əsaslanaraq söyləyirəm, ola bilsin ki, hansısa bir işi etmək istəyir və valideyn buna imkan vermir, icazə vermir. Və götürür o, zəng edir qaynar xəttə və deyir ki, mənə qarşı şiddət var. Bu yalan bir informasiyadır. Bu halda nə baş verir? Valideyn olmaq həm də bir pedaqoq, həm də bir psixoloq, hətta lazım gəlsə bir hüquqşünas olmaq deməkdir. Amma təbii ki, hər bir valideyn də pedaqoq, psixoloq və hüquqşünas ola bilməkdir. Və belə olan təqdirdə təbii ki, dövlətin bütün orqanlarının ailə ilə yanaşı, eləcə də məktəb, bağça və digər hətta hüquq mühafizə orqanlarının da uşağın qayğısına qalmaq üçün bir borcu var, öhdəliyi var. Çünki az öncə səsləndirdim, uşaq yalnız bizim və ya ailənin deyil, bu ümumilikdə dövlətin və cəmiyyətin övladıdır. Hər kəs uşağın mənafeyinə uyğun qərarlar, addımlar atmağa borcludur. Eyni zamanda bəzən təbii ki, belə hallar